Ölkə gündəminə qayıdaq. İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 26 ailə 142 nəfər köçülüb. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. O vaxtı mən oradan çıxanda 22 yaşım var, 23 yaşım var idi. İşləyəcəm. Biz çox dedikcən Qarabağ cəmaatı işləyəcək. İşləyəcək biz oturmuruq. Bu gün mənim doğum günümdür. Həmi də çox sevişliyəm də, torpaqlarıma qayıdıram. Oğlumla, yoldaşımla qayıdıram ora. Çox sevişliyəm. Orada elə bilsən ki, biri 30 ildən sonra elə bir təzə doğulacam, yenə yenidən doğulacam. Oğlum hələ məktəbə qədərdir. İnşallah orada məktəbə gedəcəklər. Sevincliyəm də, öz doğulduğum torpağa övladlarım da gedəcək, orada məktəbə gedəcəklər.